Bakının Nərmanov rayonunda gənc oğlan 2 qadına təcavüz etməkdə ittiham olunub. Teleqraf azın əldə etdiyi məlumata görə Şəki rayon sakini 2009-cu il təvəllüdlü Kamal ötən il yanvarın 4-də gecə saat 3 radələrində Dədə Qorqud İstirahət Parkında 2005-ci il təvəllüdlü günü ağaclıq olan hissəyə doğru çəkib. O qadına müxtəlif dərəcəli xəsarətlər yetirib. Zor tətbiqi ilə seksual xarakterli hərəkətlər törədib. Kamal həmin il yanvarın 6-sında gecə saat 01:30-da Dədə Qorqud Parkında 1993-cü il təvəllüdlü Aydana arxadan yaxınlaşıb, ağzını tutaraq ağaclıqda yerə uzadıb. Müqavimətlə qarşılaşanda qadına zor tətbiq etməklə seksual xarakterli hərəkətlərini davam etdirib. Yumruq və təpik zərbələri ilə onun sifət nahiyəsindən vurub. İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Kamal elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, hadisə zamanı qızlarla tanış olmaq istəyib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Kamal 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, adlar şərti verilib.